الحمد لله رب العالمين نحمده ونستعينه ونستغفره ونتوكل عليه ونصلي ونسلم على حبيبه ونجيبه وخيرته في خلقه حافظ سره مبلغ رسالاته بشير رحمته نذير نقمته سيدنا ونبينا أبي القاسم المصطفى محمد وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله. Esselamu Aleyküm cəmiən və rəhmətullah və bərəkətuhu. Özümü və siz əziz dəyərli dostları, möminləri, möminələri, inanclı bacı qardaşlarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Uca Rəbbim bu mübarək gündə hər kəsin hacətini ali dərəcədə qəbul eləsin. Bugün bildiyiniz kimi İmamətin 8-ci ulduzu Həzrəti Əli ibn Musa Rıza əleyhissalamın əziz bacısı xanım Fatimə-i Məsumə salamullahi əleyhanın rehlət günüdür və bu gün münasibətindən başda Həzrət Vəli-əsr sahibə zaman əleyhissalatu vəssalam olmaq şərti ilə bütün əhl-i beyt sevərləri və siz əziz dəyərli bacı qardaşlarıma təsliyyət deyirəm və başsağlığı verirəm. Bugünkü söhbətimdə o xanımın bəzi xüsusiyyətləri haqqında istəyirəm danışam ki, xanımın da haqqı əda olsun. Elə düşünürəm ki, məsciddə hüzur tapan mömin qardaşlar, möminə bacılar, əksəriyyəti o xanımın qəbrini yaxından ziyarət ediblər. O xanımın qəbri Qum şəhərindədir, İranın Qum şəhərindədir. Nədənsə bu xanım bir özəllik daşıyır. Bu xanımın haqqında 4 imam, bu xanımın ziyarəti haqqında 4 imam sifariş verir. 4 imam təşviq ediblər bu xanımın ziyarətini. Bilirsiniz ki, var imamzadələr, yəni imamın evlatları. Məsələn, İmam Musa-i Kazım əleyhissalamın evlatlarının sayı çoxdur. Onun evlatlarının biri də xanım Fatimə-i Məsumədir. Amma bu xanımın ziyarətinə çox sifariş olunurdu. Və hətta bu xanımın ziyarətnaməsinə ki, biz nəzər salırıq, bu xanımın məqamının yüksəkliyini çatdırır o ziyarətnamə. Xanım Fatimə-i Məsumə salamullahi əleyha, onun atası neçə dəfə zindana düşdü da. Bu axırıncı son zindana düşəndə bu xanımın 6 yaşı var idi. Xanım Fatimə-i Məsumənin atası son zindana düşəndə 6 yaşı var idi. O xanımın 10 yaşı olanda Mədiniyə xəbər yetişdi ki, İmam zindanda şəhid oldu. Bu xanım qardaşı İmam Rıza əleyhissalamın himayəsində böyüdü. 17 il İmam Rıza əleyhissalam xidmətində oldu. İmam Rıza əleyhissalam 25 yaş xanım Fatimə-i Məsumədən böyüdü. 25 yaş. Görünür ki, xanım Fatimə-i Məsumə ən kiçik uşağı imiş. Ki, imam ondan bu qədər yaşda fərqliymiş. İmam Rıza əleyhissalam Xorasana dəvət alır, Xorasana gətirilir. Bir il sonra bacısı Həzrəti Məsumə onun ziyarəti üçün hicrət eləyir. Mədinədən gəlir
Xorasan vilayətinə. Amma əfsus olsun ki, ömrü yetmir. Qum şəhərindəki, indiki Qum şəhəri qədimdə belə deyil idi ki, çöl idi. Orada xanım dünyasını dəyişir və orada xanımı dəfn edirlər. İmam Rıza əleyhissalamın xidmətinə çata bilmir. İmam Rıza əleyhissalamın da şəraiti bir cür olur ki, o fürsət olmur, imkan olmur, şərait yaradılmır, İmam gələ öz bacısını Qumda ziyarət eləyir. O xanımın rehlətindən 2 il sonra İmam Rıza əleyhissalamın özünü də şəhid eləyirlər Xorasanda. Amma o xanımın rehlətindən sonra Qumlular gələrdilər Xorasana, İmam Rıza əleyhissalamı yaxından ziyarət eləyərdilər. İmam Rıza əleyhissalam hər kəs ki Qumdan gəlirdi o xanıma ziyarət, Qumdan gəlirdi İmam Rıza əleyhissalamı ziyarət eləməyədir. İmam Rıza əleyhissalam onlara təşviq eləyərdi ki, qaydanda bacım Fatimə-i Məsuməni hətmən ziyarət eləyin və təşviq eləyərdi xanım Fatimə-i Məsumənin ziyarətinə. Eləcə də digər imamlar. Amma mən istəyirəm bu söhbətimdə bu xanım haqqında bir neçə dənə xüsusiyyət deyim. Ki, siz gedirsiniz, o xanımın ziyarətindən bəhrəmənd olursunuz. Allah Taala gedənlərə təkrar, getməyənlərə də bir daha inşallah o xanımın gözəl məqbərəsinin ziyarəti nəsib eləsin. O xanım bir şamdır ki, Qumda Şiə hövzəsi o xanımın qəbrinin ətrafında toparlanıbdır. Böyük mərcələr, böyük müştehidlər, böyük alimlər Şiə dini elmi mərkəzin əsası hal-hazırda İranın Qum şəhərindədir ki, o xanımın məqbərəsinin kənarında cəmləşibdir. O xanım böyük bir nemətdir ki, bu məktəb o xanımın şəhərindədir. Bu Şiə məktəbi o xanımın şəhərindədir. Allah Taala bizlərə o xanımın ziyarəti nəsib eləsin bir daha inşallah. O xanımın birinci xüsusiyyəti budur ki, özəlliklərindən biri budur ki, bu xanım hicrət əhlidir. Hicrət, bilirsiniz ki, neçə yerdə hicrət yaxşıdır. Bu xanım hicrət elədi. Hicrət, Quran-ı Kərimdə diqqət yetirsək, cihaddan qabaq gəlib. Hicrət cihaddan qabaq gəlib. Allah Quran-ı Kərimdə buyurur, Haceru və cahadu. Hicrət, cihad. Hicrətin özünün bir sıra özəllikləri var. Allah Taala buyurur, və mən yaxruc min beytihi muhacirən ilallah. Deyir, hər kəs Allah üçün evindən çıxa hicrət eləyir. Allah üçün hicrət eləyir. Ya indi dinidir, ya canı xətərdədir, ya dini xətərdədir. Ya nəyinsə hifz eləməsi üçün və yaxud ailəsinə halal ruzi gətirmək üçün hicrət eləyir. Bu ölkədən gedir başqa bir ölkəyə. Yazıq o işçilər ki, evlərini tərk eləyirlər, gedirlər başqa bir ölkəyə, orada qalırlar. Rusiyada qalır, gedir Polşada qalır, nə bilim, harada, Germaniyada qalır. Hicrət eləyir. Hicrət nə üçün? Hicrət ailəsinin ruzisini təmin eləmək üçün hicrət eləyir. Bu xanımın hicrəti vilayətin müdafiəsidir. Və vilayət təşnəsinə qardaşı olaraq yox. Baxın, xanım Zeynəb salamullahi əleyha Mədinədən Məkkəyə, Məkkədən Kərbalıya İmam Hüseyni tək qoymadı. Hicrət elədi İmam Hüseynlə birlikdə. Bu xanımın hicrəti qardaşı olduğuna görə yox, istəyirdi vilayətin müdafiəsində hicrət eləyər. Xanım Fatimə-i Məsumə salamullahi əleyha da bu babətdən hicrət eləyir. Amma
bu hicrət əsnasında ömrü başa çatır. Onun əcri Allah qatındadır. Bu hicrət haqqında mən çox danışmıram. Çünki mənim əsli bəhsim hicrət deyil. Xanımın xüsusiyyətidir. Amma bir parantez arası, mütərizə arasında bunu deyim ki, hədislərdə var. Hər kəs dini uğrunda və yaxud öz ailəsinin təminatı üçün və yaxud elm öyrənmək üçün hicrət eləyə, bu hicrət zamanı yolda və yaxud həmin hicrət elədiyi qürbətdə dünyasını dəyişir. Deyir, o şəhidlərin cərgəsindədir. Şəhidlərin cərgəsindədir. Bu səfər mübarək səfərdir. Xanım Fatıma-i Məsumə Həzrəti İmam Rıza əleyhissalamı görmək üçün hicrət eləyir və bu hicrətdə Allahın vəlisini görə bilmir və yolda ömrü tükənir. Və bir növdə xanım şəhiddir. O xanımın ikinci xüsusiyyəti budur ki, o xanım vilayətçi idi və vilayətin müdafiətçisi idi. Elə hicrəti də əvvəldə də qeyd elədim, sırf imam qardaşı olaraq yox, vəlisi olaraq görürdü və onu ziyarət eləmək üçün hicrət eləmişdi. Bir neçə xanım var tarixdə, bunlar Allahın vəlilərini müdafiə eləyiblər. Və bəziləri də Quranda qeyd olur. Adları. Asiya kim idi? Asiya Fironun xanımı. Asiya gəlir Həzrəti Musa'yı müdafiə eləyir. Həzrəti Musa'yı istəyir Firon öldürə. Allahın işidir da, bunlar təsadüf deyil ki. O il, o gün, o saat dünyaya gələn uşaqların hamısını Firon öldürtdürür, münəccim xəbər verir ki, ey Firon, bir uşaq doğulur, səni taxtdan, tacdan yerə gətirəcək. Həmən il, həmən gün, həmən dəqiqədə doğulan uşaqların hamısını məmurlar öldürürlər. Amma Allah Teala Həzrəti Musa'yı xilas eləyir. Musa doğulur, onu bir qaba qoyurlar, çaya buraxırlar. Həzrəti Musa'nın qundağı çayda gedir. Firon da öz xanımınla çayın sahilində o qutuyu görürlər, tuturlar. Baxır uşaq, qətl elə, Asiya müdafiə eləyir. Deyir, yox, bəlkə bu bizə bir paydır. Və Allah bunun vasitəsilə öz vəlisini nə ayırır? Müdafiə edir. O xanımlardan biri Həzrəti Məryəmdir. Məryəm Həzrəti İsa'nı dünyaya gətirir və müdafiə eləyir. Allahın vəlisi idi Həzrəti İsa. Həzrəti İsa'yı müdafiə eləyir. O xanımlardan biri xanım Xədicədir. Həzrət Rəsulullahı müdafiə eləyir. Həzrət Rəsulullahı pulunla, nüfuzunla, mövqeyyətinlə, varınla müdafiə eləyir. Ona görə deyir, xanım Xədicə Həzrət Rəsulullah çox yad eləyərdi. Bəzən o bir xanımları biraz qısqanardı. Xanım Xədicə ki, yoxdur dünyada. Ya Rəsulullah, niyə bu qədər xanım Xədicə yad eləyirsən? Dedi, Xədicə bir xanımdır ki, İslamın əvvəlindən mənlə idi. Bu yolun müdafiətçisi idi. O xanımlardan biri Həzrəti Zəhradır. Həzrəti Zəhra bilirsiniz ki, tarixdə Əmir-əl-Möminin Əli ibn Əbi Talibin müdafiəsində can verdi. Mədinədə getdi, qapıları döydü, dedi, gəlin bu kişinin beyətinə, niyə bu kişinin beyətindən üz döndərdiniz? Qapısı niyə yandı Həzrəti Zəhranın? Xanım Zəhra deyir, əimmənin müdafiətçisinin ilk şəhididir. Yəni vilayətin ilk şəhididir xanım Zəhra sallallahu əleyhə. Bu xanımlardan biri Həzrəti Zeynəb salamullahi əleyhədir. Əvvəldə də vurğuladım. Həzrəti Zeynəb salamullahi əleyhə
Kərbalaya hicrət eləyir İmam Hüseynin müdafiəsi. Qəhrəmandır xanım Zeynəb. Kərbəlanın qəhrəmanıdır. Kərbəla səhnəsində şəhid olan Həzrəti Əbu Abdullah Hüseyn, onun müdafiətçisi, qəhrəmanı Həzrəti Zeynəb salamullah əleyhə. Əqilətul Ərəb. O xanımlardan biri də Həzrəti Fatimə-i Məsumədir. Vilayətin qoruyucusu. Amma o vəlisini görə bilmədi. Qardaşından aralı düşdü, amma o qardaşını yaxından ziyarət eləyə bilmədi və yolda dünyasını dəyişdi və şəhid oldu. Bəli, tarixdə var. Çox qadınlar var. Bunlardan əlavə ki, həqqi müdafiə eləyiblər, vilayəti müdafiə eləyiblər, zindanlara düşüblər. Zindanda böyük işgəncələr veriblər onlara. Və hal-hazırda da bir sıra xanımlar da o babətdən zindanlardadır. Hicab məhbusları var, zindanlardadır. Sırf vilayətin məhbusu adlandıra bilərik biz onları. Çünki onlar vilayətin müdafiəçisiləridirlər. Onlar kimi tarixdə çox qadınlar olub ki, vilayəti müdafiə eləyiblər, həm şəhid olublar bu yolda, həm də zindanlara düşübdülər. Və o xanımların davamçıları bu gün də var, sabah da olacaq. Bu yol bunu tələb edir. Bütün dünya qüvvəsini toplayıb ki, insanlarda vilayət düşüncəsini aradan apara. Vəli kimdir? Vəliyi silmək istəyir. Vəliyi sildisə, dindən bir şey qalmadı. Və niyə bu qədər din paramparça olub? Bir dənə vilayət. Düzdür, düzdür. Əhl-i sünnə, əhl-i şiə. Əsas, məğz nədədir? İxtilaf. Nədədir? Vilayətdədir. Biz deyirik ki, Peyğəmbər özündən sonra bir vəli təyin elədi Qədirxumda Allahın göstərişindən. Bunlar da eləmədi. Əsas ixtilaf kök budur. Bu da bir xəlifə məsələsi deyil. Bu dinin canıdır. Vilayət dinin canıdır. Dini canın əlindən aldın, qutardı da din, cansız. Əbu Abdullah Hüseyn əleyhissalam Kərbalada niyə bu qiyam başlatdı? Çünki vəli yoxa çıxmışdı. Vəli özünü görsətdi və canını verdi, qanını verdi. Xanım Zeynəb də onu müdafiə elədi. Və bu gün də vilayət üstündə müharibədir. Vəli kimdir? İstəyirlər səhnədən vilayəti yox eləyələr. Bugünkü vəlimiz kimdir? Həzrəti sahibəl əsri və zaman. O hanı? Qeybətdədir. Biz buna inanırıq ki, bu qeybətdədir. Və zuhur eləməlidir. Zuhuru da yaxındır. O bir gün gəlməlidir. Və biz onun intizarına çəkirik. Namazlardan sonra oxuyuruq. Allahümmə kulli vəliyyikəl hüccət ibnil Həsən. Salavatuka aleyh və alə əbaih fi hâzihis saə və fi kulli saə. Biz İmam Zaman əleyhissalamın gəlişini gözləyirik. Amma imam bugün yoxdur. Biz kimə müraciət eləməliyik? Kimdən biz bəhrələnməliyik? Kimin elmindən? İmam özü deyir, məndən sonra fəqihlərə müraciət eləyin. Bugün dünya fəqihlər də mübarizə aparır. Bugün dünya o fəqihləri kiçiltmək üçün müxtəlif çirkin yollara əl atır. O vilayəti bir ölçüyə bağlayaraq o vilayətin müdafiəçisinə qalxanları həmin ölkənin agenti adlandırır. Bir halda ki, bunlar vilayəti əsli düşmən bilir, ha, vilayəti nədir? Vilayət getdi, din yoxdur da. Vilayət sildin, din yoxdur. Bu məsələdə biraz gərək insan diqqət eləməlidir. Vilayət nədir? Vilayəti fəqih kimdir? Əhl-i Beyt əsli vilayətdir. Onda bu gün o yoxdur, onların alimlər var ki, biz gərək onlara müraciət eləməliyik.
Onlar vilayət-i fəqih kimdir? Biz gərək ondan təbəiyyət eləməliyik. Bugün dünya istəyir vilayət-i fəqihi kiçildə insanların gözündə və onu siyasiləşdirə və insanlarda vilayət-i fəqihə qarşı bir nifrət yaradır. İndi bu xəttin davamçıları müxtəlifdir, hərəsi bir yoldan girir. Biri gəlir, deyir, ümumiyyətlə vilayət-i fəqih yoxdur, İmam Zaman ağa özüdür, özü gəlməlidir, özü gərək islah eləməlidir. Birisi gəlir, deyir, var deyənlər neçə yerə bölünür, sözü bunda yoxdur. Xanımın xüsusiyyətlərindən biri də budur ki, xanım şəfaətçidir. Xanım Fatimə Məsumə şəfaətçidir. Ziyarətnaməsinə baxın, ziyarətnaməsinin bir hissəsində, axır hissəsində deyir ki, Ya Fatimə, İşfə'ili fil cənnə, ey Fatimə, cənnətdə bizə şəfaət elə. Bəs bu qüvvə var, bu şən var, bu məqam var. Bəziləri ki, imamzadədirlər, bunlar özəl qeyd olunubdur. Onlardan biri Həzrəti Abbas əleyhissalatu vəssalamdır. Həzrəti Abbas imamdır? Yox. Amma Həzrəti Abbas haqqında imamlar ziyarətnamə oxuyublar. Onun özəl bir xüsusiyyəti var. Deyirlər, Babul Həvaic Həzrəti Əbəlfəzl Ələmdar. Babul Həvaicdir, hacətlər qapısıdır. Həzrəti Zeynəb salamullahi əleyha özü imam qızıdır, imamın bacısıdır. Amma nədənsə buna xüsusi. Məsələn, İmam Kazım əleyhissalamın çox evladı var, tarixdə qeyd eləyirlər. Onun bəlkə də deyim 30-dan çox evladı var. 30-dan çox evladı var. Amma niyə məhz bu qədər evladının içində bir dənə İmam Rıza, bir dənə də Həzrəti Fatimə Məsumə özəllikləri var da, bunların yəqin bir özəlliyi var ki, bunlara bu qədər təkid olunubdur. Bu xanımın xüsusiyyətlərindən biri də budur ki, bu xanım haqqında 4 dənə imam, İmam Sadiq əleyhissalam, İmam Kazım əleyhissalam, İmam Rıza, İmam Cavad. 4'ü də bu xanımın ziyarətinə təhkil ediblər. İmam Sadiq əleyhissalam zamanında hələ bu xanım doğulmamışdı. Amma İmam Sadiq əleyhissalam baba olaraq nəvəsinin haqqında buyurur ki, mənim belə bir nəvəm dünyaya gələr. O filan yerdə dəfn olar. Onu hökmən ziyarət eləyin. Onun ziyarətindən sizə Allah cənnət bəxş eləyər. Bu İmam Sadiq əleyhissalamın hədisidir. Hələ xanım Fatimə Məsumə doğulmayıb. İmam Kazım əleyhissalam ki, özü quzuydu da. Onun haqqında müxtəlif sözlər deyibdir. Eyni o təbir ki, Rəsulallah Həzrəti Zəhra salamullahi əleyhanın haqqında demişdi ki, Fədaha əbuha, atası ona qurban olsun. Bu sözü Həzrəti İmam Kazım Həzrəti Fatimə Məsumə haqqında dedi. Fədaha əbuha, atası ona fəda olsun. Bir dəfə İmam Kazım əleyhissalam bunu harda deyir? Çıxır səfərə, bir qrup imamın aşiqlərindən gəlirlər sual üçün. İmam Kazım yoxdur. Bu da uşaqdır. Deyir, buyurun, deyir, imama sualımız var. Xanım deyir, sualınızı verin. Mən sizə cavab verim. Deyir, sən? Deyir, bəli. Bunlar sualları verirlər, xanım Fatimə Məsumə bunlara cavab verir. Özü də dəqiq cavab verir. Sonra İmam Kazım əleyhissalam qaydanda deyirlər, ağa, sən bir qızın var idi, bir uşaq. Bu suallarımızı bütün cavab verdi. İmam gülür, dedi, atası ona fəda olsun. Siz sualı əhlindən soruşubsuz, əhli də sizə cavab verir. İndi İmam Kazımın oğlanları hamısı belə idi, qızları hamısı belə yox. O birləri fərqli. İmamzadə idilər bəziləri, bəziləri də bu cür idilər. Amma nədənsə bu qızın özəlliyi var. Ona görə bu qədər təkid olub. 4 imam buna təkid edib ki, bunu ziyarət edin. Bunun şəni var, məqamı var, mənziləti var. Bəs biz buradan dururuq ki, dedik, Qum şəhərində xanım Fatimə Məsuməni ziyarət edirik. Bu boşdur, yox. Hətta İmam Rıza əleyhissalam buyurur, deyir, hər kəs mənim ziyarətimə gəlsə, əvvəl gəlsin, bacım Fatimə Məsuməni Qumda ziyarət eləsin, sonra gəlsin məni ziyarət eləsin.
Bu qədər xanım Fatimə Məsumənin şəni var. Xanım Fatimə Məsumənin şəninə bax. Molla Sədra böyük fəqih, böyük alim, böyük filosof bu Kəhəc kəndində yaşayırdı. Kəhəc kəndi Qumdan biraz aralıda, fasilədə bir kənd idi. Birdən götürürdü, kitab yazırdı və yaxud bir elmi müzakirə, elmi bir məsələdə girə düşürdü. Qıfılı aça bilmirdi. Bir dənə uzun qulağı və onu otururdu, gəlirdi, xanım Məsumənin qəbrini ziyarət edirdi, təvəssül edirdi, 2 rəkət namaz qılırdı. Onda mükaşifə baş verirdi. Həmən o elmi məsələni ona xanıma təvəssül edirdi, bir şəffaflaşırdı elmi məsələ. Əllamə-i Təbətəbai, Allah onun ruhunu şad eləsin. Əsrimizin böyük fəqihlərindən, böyük filosoflarından, böyük alimlərindən Əllamə-i Təbətəbai özü də Azərbaycanlı olub. Və onun yazdığı kitablar büyünə qədər də dini hövzələrdə bir nömrə gedir. Əllamə-i Təbətəbaiyə gəlirlər, deyirlər ki, bizə mədrəsələrdə tədris eləməyə bir dənə kitab yaz. Bir rahat olsun, tələbələr onu başa düşə bilsin. Bir dənə fəlsəfə kitabı yazır. Bidayətül Hikmə. Kitabın adı Bidayətül Hikmə. Bidayətül Hikmə Nəzibə bu qədər kitabdır, ərəb dilindədir. Bu qədər kitaba nə qədər şərh yazıblar. Hələ ağanın o ən yüngül qələmidir ki, Bidayətül Hikmə kitabı yazır. Əllamə bu qədər şəndə, bu qədər məqamda ki, onun tələbələri bir nömrədir da, Şəhid Murtəza Mütəhhəri onun tələbəsidir. İndi hal-hazırda Allah canını sağ eləsin, Ayətullah Cəvadi Amuli bu kişinin tələbəsidir. Ki, Cəvadi Amuli bu dəqiqə əsrimizdə bir nömrə gedir da, fəlsəfə, təfsirdə. İndi hal-hazırda təsnim yazır, təfsir təsnim yazır. Gedir də yaza-yaza. Çox mükəmməl, savadlı bir ustaddır. Bunların ustadı kimdir? Əllamə-i Təbətəbai. Əllamə-i Təbətəbai kimin şagirdidir? Əllamə-i Qazi. Əllamə-i Qazi qəbri Vadiyus Səlamdadır, Nəcəfül Əşrəfdə. Əllamə-i Qazi əcib, qərib bir şəxs olub. Biraz onun tarixinə baxın, Əllamə-i Qazi bir məqama çatıb, Allah ona kun fəyəkun gücü verib. Əllamə-i Qazi əcib, qərib adam. Bu onun tələbəsidir. Ustad Şəhid Murtəza Mütəhhəri şagirdi deyir ki, Əllamə-i Təbətəbai Ramazan ayında orucunu açmazdan öncə gələrdi ilk xanım Fatimə Məsumənin qəbrinə, onu ziyarət eləyərdi, o zirehdən öpərdi, sonra orucu açardı. Yəni, ümumiyyətlə, ağanın xəsiyyəti bu idi. Oruçluq ayında orucu açmazdan öncə gələrdi, o xanımın qəbrini öpərdi, sonra su içərdi, orucunu açardı. Bu nəyə görsədir? Bu onu görsədir ki, bu qədər alimlər bu xanımın dəyərini bilirlər. Və böyük fəqihlər, böyük mərcələrin qəbirləri də gedib görübsünüz. O xanımın qəbrinin bir kənarında böyük alimlərin, şəxsiyyətli insanların qəbirləri də orada yer alır. Bilirsiniz ki, Qumda o xanımın qəbrinin ətrafı, orada qəbirstanlıq olub qədimdə. Orada bəlkə də yüzlərlə böyük şəxsiyyətli insanların qəbirləri dəfn olub ki, bəziləri heç bilinmir. Orada elə o bazarlar var, o yol var, oralarda qalıblar, aşağı, yolun altında qalıblar. O bəzilərdəki biliniblər, onları da Quma sel gəlib, böyük şəxsiyyətli insanların qəbrini xarab eləyib. Neçə yüz ildən sonra dəfn olunmuş qəbirlər eşiyə çıxıb, baxıblar, cənazə çürüməyib. Onları bastırıblar. Onların da qəbri müəyyəndir. Allaha and verəm izzət və cəlalına, Allah təbarək və təala bizləri o xanımın məqamını dərk eləyənlərdən qərar versin. Biz hər il və yaxud arada gedərik o xanımın ziyarətinə, o xanımın feyzinə bəhrəmənd olarıq. Gedərik o xanımı ziyarət eləyərik. Bəzilərimiz də o xanımın ziyarətindən pul qazanarıq, adam apararıq, o ziyarətə pul qazanarıq. O neymətdən istifadə eləyərik də.
İndi biz də özümüzə borc bilirik ki, dəfələrlə gedib o xanımın nemətindən istifadə eləmişik. Bu gün də o xanımın rehlət günüdür. Biz də o xanımın adını bir süfrə açaq, bir ehsan verək. İnşallah namazdan sonra xanım Fatimə Məsumə adına ehsanımız var. Bu ehsanda şərik olanlar, zəhmət çəkənlər, Allah Teala ali dərəcədə qəbul eləsin inşallah. Allah Teala dualarımızı müstəcab eləsin. Allah Təbarək və Teala cüməmizi mübarək eləsin. Salavat yad elə Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Vel asr. İnnel insane lefi khusr illellezine amenu ve amilus salihat ve tevasav bil haqq ve tevasav bis sabr. Sallu ala Muhammed ve ali Muhammed.